Xaçmaz rayonunun Qobuqırağı kəndində yerləşən Rövşən İsrafilov adına tam orta məktəb uzun illərdir qəzalı vəziyyətdə fəaliyyət göstərir. 1941-ci ildə inşa edilən bina 1988-ci ildə taxta konstruksiyalarla əvəz olunsa da vəziyyət hələ də kritikdir. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vətən müharibəsi qazisi Aydın Fətiyev bildirir ki, hər an faciə baş verə bilər. Ötən aylarda bir sinif otağının döşəməsi çöktü. Bir neçə şagird yüngül xəsarət aldı. Bu günlərdə isə güclü külək səbəbindən dam örtüyü zədələndi. Bir sözlə məktəb binası hər an uçma təhlükəsi ilə üz-üzə qalıb. 130 yerlik məktəb binasında hazırda 375 şagird təhsil alır. Elektrik sistemi də bərbad vəziyyətdədir və müəllimlər öz şəxsi vəsaitləri hesabına problemi aradan qaldırmağa çalışsalar da vəziyyət dəyişmir. Quba Xaçmaz Regional Təhsil İdarəsi Qobuqırağı məktəbinin vəziyyətindən xəbərdardır. Qurumun sözçüsü Murad Qəribov bildirir ki, məsələ nəzarətə götürülüb və növbəllik prinsipi əsasında problem həll olunacaq. Murad Qəribov qeyd edib ki, son 2 il ərzində İdarənin tabeliyində olan məktəblərdən 67-sində cari, 12-sində isə əsaslı təmir işləri aparılıb. Bununla yanaşı 5 modul məktəb istifadəyə verilib. 8 məktəb binası sökülərək yenisi ilə əvəz olunub. Şimal bölgəsində yeni məktəb binalarının tikintisi davam edir. Quba rayonunun Hacı Hüseynli kəndində 528, Qusarın Kuzunquşlaq kəndində 220, Şabranın Ağalıq kəndində 648 yerlik məktəblər inşa edilir. Ümid edirik ki, yaxın gələcəkdə Qobuqırağı məktəbi üçün də yeni bina tikiləcək və şagirdlər təhlükəsiz şəraitdə təhsil alacaqlar. Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim Media, Şimal Bürosu.